Bir Mazdamız var. Ustalar işləyiblər, sağ olsunlar. Yenə də mən bilmirəm, qardaşım bilmirəm bunlarla hara qaçım. Aqil göstər də. Ay göstər, hə. Burada plastikli olmalı. Bir dənə limoniyetin göstərək. Ay, sağ ol. Kipləşdirici. Deməli, məsələ nədir? Bu farsunkan başında, bilirsiniz də, yəni yüksək təzyiqli farsunkan başında belə bir tiflon şaybə olur. Bunun da üstündə belənçi kipkəc olur. Bizdə deməli usta sağ olsun. Götürüb ora bir dənə salnik qoyub yüksək təzyiqliyə. Belənçi olub salniklər. Burada da şırhaşır benzin tökülür. İndi görək bu farsunkanın başına biz bu şaybanı hardan tapırıq? Bu Mazda üçün. Deyə belə. Burasıdır ki, içi konusunda. Hə, bundadır da. Bundakidir bu. Biri var idi. Yox, məndədir o. Hə, səndəki kon. Hə, başa düşdüm. Bu o Jetta'nındır, nə indi? O Lexus. Hə, Lexus. Vəssalam. İndi görək, baxaq görək bura biz nə fikirləşirik. Ford F150'dir. Smoke test eləyək bunu. Daha aqıl, qoş onu nəzə. Hardan? Baxın, Nə gözlə? Hardan? buradan turboza soxulur. Biri buradan buraxır. O fanarınla sən var. Bu bir. Bu buradan buraxır. Burada da kleyləyiblər beləcə. Turbo soxulur. Bu bir. İkincisi deməli buralardan hardansa bu belənçi hana tüstü gəldi. Dedi bu belənçi bu bir dənə tüstü gəlir bax. Bax ocaq gəlir bax oradan. Başa. Dayan. Dedi bax o borudan buraxır. O nəyin borusu? Interkulerə keçir o. Interkuler. Yəni ki, burada klapa var. Bir dənə oradan buraxır. İndi hələ onları düzəldəndən sonra indi baxarıq da görək. Aşağını bağladıq oranın tüstü yerində. Yəni onu təmir eləmişik. İndi buna bax. Çək edər bax. Fanar çək bunu. Ətər tuturlar ya bu telefon. Buradan ömürlü boşdur. Pilir. Hardadır yoxun qırığı? Orada. Onu da düzəltmək lazım. Dəmir şütü içər soxublar onun içinə. Deyir bura. Hə, deyir arxa. Çox soxulur. Çox soxublar, gəlib çıxıb çölə. Bir dənə göstər onu. Deməli, söküb Ford'un o turbinin aktuatorunu çıxar. Aktuator nə deyib? Borusunu çıxartmışıq. Deşin içinə turbo salmış. Deyirəm sənə. Bu da bağlanır. Nədir? Əsas deşikdə bağlanır. Bağlıdır. Daşıyıcı boru. Əl gərəs. İşimizi davam elətdiririk. Deməli, buradakın verdik. Bufer ustası sağ olsun, yamadı biz üçün. Təmiz, bu da buradan buraxmır. Aşağını özümüz düzəltdik. O interkullerin böyründən axıdan borunu. İndi burada hardan buraxır? Burada kəsiyi var da, gözü buraxır. Əlvi çək, tüstü görsənir oradan. Fanarı böyür tutanda görsənir deyəcəm. Buraxır oradan. Fanarı deyib buradan. Yəni göstərə bilmirəm tüstünü, amma deyib çox az buraxır. Burada da təzyiq artıq yığılıb, şərik düşüb aşağı. Baxırıq görək. Xotdin baxaq. Deməli, Fordla işimizi davam elətdiririk. Bildiyiniz kimi bu bizdə bank 1'dir, hə Aqil? Bu da bizdə bank 2. Burada 1, 2, 3-cü sindirə yerləşir. Burada da 4, 5, 6. Hal-hazırda biz onun asilogrammasını çəkmişik. Deməli, bizdə bu göy siqnal. Nə oldu? Göy siqnal girişin siqnaldır. Bənövşəyə siqnal çıxışın siqnaldır. Bənövşəyə siqnal düşməlidir. Düppədüz kalinvalın aralıq dişi ilə üst-üstə. Düşmür. Görürsünüz? Deməli, şeydə
Girişi isə düşməlidir 4 diş yarıma. Yəni kalenvalın 4-cü dişinin yarıma. Bax sayıram. 1, 2, 3-cü dişdə artıq qurtarır. Bir diş də bu tərəfə keçir, bir dənə də yarım. Bax burada olmalıdır. Deməli burada da uyğunsuzluq var. Ona görə bu maşın getməlidir hara? Motoristə. Bizim işimiz bu ilə də yekunlaşdı. Maşın yerində pis işləyir. Yəni hava çəkən yerin filan hamısını düzəltdik. Biraz düzəlib, amma o deyil. Deməli, avtomobil Ford Escape-dir. 1.5 motor. Sahibi yanacaq sərfiyyatından şikayətçidir. Deyilənə görə bir 17-18 litr yanacaq işlədir. Maraqlıdır. Şimdi salmışıq qaraja baxaq görək. Nə məsələdir? Bir diaqnostik eləyək, bir korreksiyalarına baxaq. Ümumiyyətlə. Mənim kanalımda deyəsən heç Escape yoxdur. Haradadır bunun diaqnostik? Ha, burada. Eləyirəm ümumiyyətlə. Bu yanacaq sərfiyyatı necə ola bilər belə? 820 litr nədir bu? Balaca maşındır da. S-AS-mın hansı moduldur? Kim bilirsə yazsın, zəhmət olmasa. S-AS-mı? Nə moduludur bu? ABS ondan şikayət edir ki, o ilə danışa bilmirəm. Demək ki, kod yoxdur, Torul. Yəni, həşir-nəşir olasın. Bu. Gözləyək, gəlsin, çatsın, müərkin darıtma blokunda diaqnostik. Yox, kodlar var burada. Высокое напряжение в цепи, электрической цепи, датчики температуры воздуха на впуске. Tamamdır. Vozluxamerdən şikayət edir. Maraqlıdır. Girək müərkin darıtma blokunun içinə. Görsənir. Görsənir deyil. Mən monitora baxıram ona görə. Gözlüyün qoy. Temperatura воздуха на впуске. Вот. Havanın temperaturundan şikayət edir. Kapotun altında 48. İkincidə 60 göstərir. Bunun gərginliyi bu qədər biliyor. Hər şey qaydasında da dənişə salaq. Çek də yanmır. Nəsə mən elə bilirəm ki, onu ayırıblar, ondan sonra olur bu. Nəsə eləyiblər. Kodu sildim. Bir də oxuyaq. Kod yoxdur. Onun məndən qabaq yəqin ki, barmaqlayıblar. Razılaşdıq. Baxaq görək. Yanacaq çox işlədir. Mən falan faiz biraz çoxdur. Başlayın, dəqiqə zəng gəlir. Deməli, mən bu avtomobilin belə işində problem görmürəm.
Bir dənə evap sistemində nəsə xoşuma gəlməyən bir şey var. Yenə də baxacağıq. Bakda davleniya yoxdur. Tamam. Okey. Bir dənə bu evap klapanına baxmaq istəyirəm. Başqa heç bir nasazlığı yoxdur. O yəqin ki, məndən qabaq kimsə baxıb ayırıblar bozluq əməlzadə yoxlamaqdan ötürü. Bunu özdə belə deyəsən bozluq əməldə yoxdur. Axı, deyən gözdə görüm. Deməli baxaq görək burada. Deməli bir dənə temperatur sensoru var girişdə və salam. Elə ondan da şikayət edir arada. Bir dənə evap klapanını çıxardıb yoxlamaq istəyirəm. Çünki başqa heç bir nasazlıq görmədim də. Yəni yanacaq axıntısı başqa yeri ola bilməz. Bir dənə bu klapanı çıxardıb yoxlamaq istəyirəm. Göstərmək istəyirəm sizə nasazlığı. Evap klapanını çıxartmışam. Baxın. Gördüyünüz kimi evap klapanı xarabdır, saxlamır. Ona görə də bunu təzəsi ilə əvəz edəcək ki, yanacaq parlarının və hərəkət açmağa davam eləməsin. Yeni evap klapanını görək bu maşını hardan tapırıq. Tapmasaq da calaq-calaq eləyib bir şey yerləşdirəcəyik. Belə. Avtomobilin evap klapanını dəyişdim. Öz evapı tapılmadı. Bu hansısa Ford'un evapı idi. Bu tərəfdən şteker keçirdi, buradan keçmirdi. Buradan şlank salıb, buradan öz ştekerini, o birisi ştekerini kəsib. İndi buradan kəsib keçirmişəm onun ucuna. Nəsə də belə bir calaq. Maşın artıq yerində bir dəqiqəyə yaxın işləyir. Artıq korreksiya -3% düşüb aşağı. Daha doğrusu müsbət 3% düşüb aşağı. -13 neçə ilə gəlmişdi də. Yavaş-yavaş sürdükcə korreksiyanı yığacaq. Vəssalam, avtomobili təhvil verə bilərik. Nəticəsinə baxacaq. Başqa heç bir nasazlıq görmədim. Yəni başqa bir kodu yoxdur axı. Yoxdur kod. ABS-dəki SASM blokdur nədir? Məndən o istənilmir. Belə, yolda qalmayın. Deməli, növbəti avtomobilimiz Volkswagen Passat 1.8 turbin B5 model. Avtomobil yerimir, qaza reaksiyası çox pisdir, çox pis işə düşür və yoxuşu da çox pis qalxır. Şikayət bundan ibarətdir. Bu şəkildə siz avtomobilin diaqnostika kodlarını görürsünüz. Bu kodların arasında qaz paylayıcı valın fazalarının uyğunsuzluq kodu da var. Ona görə motor testerə salmağa qərar verdi. Deməli, bu gördüyünüz şəkildə yaşıl asiloqrama şablondur, qırmızı asiloqram isə mən çəkdiyimdir. Şəkildən aydındır ki, qaz paylayıcı və dirsəkli valların sinxronizasiyası bir-biri ilə üst-üstə düşmür və iskranın da yeri dəyişib. Ona görə qərar verdim ki, mühərrik sökülməlidir və sepə baxılmalıdır. Deməli belə doğru. Bax, qardaş, sırağayın gəlmişdik, zajqaniya səhvi verirdi maşın. Təzədən gəldim, söktürdüm, remin, sepin şeyləri, yəni toskaları yerində də hamısı zajqaniya səhvi verirdi. Bunları da mən təzə dəyişmişəm. Bax, sep başımaqdır, naşinoydu, vanuslu, bunları təzə almışam. 870 kilometr yol gedib. Defekt nə çıxdı? Bax, bu vtulka. Bu vtulka bunun içində olmalıdır. Ustanın müxtərisinin dediyinə görə. Bu çıxıb qalıb yuxarıda. Bunun ştokda dartılıb qalıb yuxarıda. Bax, qardaş. Defekt bu çıxdı. Ona görə də zajqaniya səhvi verirdi. İndi usta sökəcək bunu, görək bir başqa şeylə, naşinoyla, yəni vanusla əvəz edəcək. Usta, bax, bu da dəyişiləndən sonra olan zazor. Yəni, rastik bağlı zazoru. İndi usta yığır, sürüb baxarda görək. Nətərdir? Torul, sağ ol, çox sağ ol, Allah razı olsun, var ol. Bu nasazlığı tapıb ortaya çıxartılsın. Sağ ol qardaş, çox sağ ol. Vanusu dəyişdi, yenisi ilə, başqası ilə əvəz elədik. Maşın oldu canavar.
Yəni əla da, super. 2015 Mercedes C-klasın dinamosudur. Sürən yerdə qızandan sonra gərginlik kəsilir. Mirzə stend eləyir, qızdırır dinamonu. Yəni 99% əminik ki, reledədir problem. Amma yenə də sübut eləmək lazımdır. Biz bunu nə qədər qızdırmalıdır ki, həmin o vəziyyəti alsın. Yəni belə bir stenddir. Hər dövrdə yoxlayır. Deməli, gördüyünüz kimi dinamo gərginliyi öldü. Zaryadla vermir. Burada bizdə regulyator yoxdur. Ona görə yəni kimsə deyə bilməz ki, maşın özü tənzimləyir. Avtomatda regulyator yoxdur. Yəni birbaşa gərginliyi görürsünüz. Bu da sübutu. M112'dir Mercedes. Deməli bu bobinlərin hamısını mən qoymuşam. 5'ini də mən dəyişmişəm. Bir dənə bunun metkası başqadır. Görürsüz, bax özünə gəlib. 5 dənə. Çünki avtomobilin mühərriki yerindən çıxırdı. İndi yerindən çıxmır, amma pis işləyir. Göstərim. Düzdür, bağlamamışam. Bobinlər amma yox. Göstərmək olar. Çıxıb düşürdü yerə də. Elə bil ki, bu dəqiqə mühərrik yerindən çıxacaq. İndi işləyir, səliqəli. Amma belə də xoşuma gəlmədi. Bu bobin xarabdır. Bunun da abmotkası qırğıdır da, yəni. İndi bax göstərəcəm. Gördünüz də necə işlədi indi bax. Hələ sözüm bitməyib. Deməli, məsələ nədir? Məsələ nədir? Çox şey eləyiblər. Farsunkaları filan yuyublar, nə bilim, salnikləri dəyişiblər. Patsosa vurmuşam bu avtomobili. Patsosu da yoxdur heç bir yerdən. İndi üstündə olan bobinləri göstərirəm sizə. Deməli, üstündə gələn bobinlər bunlardır. Bu bobinlərin sarğısının müqaməti sıfıra bərabərdir. Yəni müqaməti yoxdur. Sarğısında müqamət yoxdur. Amma zavod istehsalı bobinlərdə isə, yəni fabrik malı olmayan, zavod istehsalı olan bobinlərdə isə hər sarğının müqaməti kontakt ayaqlarına 5.5-7 megaohm zənglənir. Müqamət göstərməlidir. 5.5-7 megaohm. Bunlar hamısı elədir. Bir dənə orada, bir dənə bobində, bircə dənə bobində bir sarğıda problem var. Sarğısının birində problem var. 5-ci silindirdə. Qalan heç nə. Hamısı işləkdir. Amma yenə də mühərrik işi xoşuma gəldi. Dedim ki, bunun bir qaz paylayıcı valının vəziyyətini yoxlayım. İndi sizə göstərirəm qaz paylayıcı valının vəziyyətini. Deməli, qoşulmuşam avtomobilə. Gedək avtomobili işə salaq. Siqnal yaxşı olmadı, təzdən çəkək. İndi yaxşıdır. Bəs eləyək. Qaz paylayıcı val, dirsəkli val. Deməli, dirsəkli valın vəziyyətini buradan götürmüşəm. Çünki oraya girmək olmur. Girsəm də iynə ora-bura dəyir. Amma qaz paylayıcı valın vəziyyətini özündən götürmüşəm birbaşa sensorun. İndi nə göstərmək istəyirəm sizə? Nə aşkarlamışam bu avtomobildə? Deməli, nə aşkarlamışam bu avtomobildə? Deməli, M112 mühərrikdə qaz paylayıcı sensorun siqnal impulsunun dominant vəziyyətinin son nöqtəsi dirsəkli valın vəziyyətinin dominant vəziyyətinin
9-cu dişinə düşməlidir. Yəni burada 9 olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Buradan 3 diş bu yanadır. Buradan isə əvvəlindən isə yarım diş itirir. Bu isə burada olmalıdır. Yəni 0 nöqtəsi 0 nöqtəsinin üstünə düşməlidir. Lazım olsa şablonu qoyacağam. Yəni dişin əvvəlinə düşməlidir və bura düşməlidir. Burada da bir xeylaq 2 diş yoxdur demək olar ki. Burada ümumiyyətlə özündə 2 diş olmur. Hə, bir dişlə bir diş itir. Bu tərəfdə isə 2 diş qaçırdır. İndi problem mexanikanın harasındadır? Onu motorist müəyyən etməlidir. Artıq mənim işim yekunlaşdı. Mən bitirdim bu avtomobillə, belə deyək. Ona görə də sahibinə qaytarmaq olar. Ona da elə o lazım idi ki, bəs mənim avtomobilimin problemi nədir? Mənim avtomobilim niyə qaz verəndə 4 dənə, daha doğrusu 3 silindiri söndürür. Bu 3 silindiri söndürür konkret. Söndürüb yandırsan düzəlir. Qaz verən kimi söndürür. Belə şeylər də olur hərdən birdən. Hər şey belə deyək də elektronikanın üstündə qurulmayıb. Yolda qalmayın.